ölsək şəhid, qalsaq qazi olarıq deyənlərdir. Sizə bugün şəkillərdən danışacağım, həm də şəkillərlə danışacağım. Niye yanır ocaq, yanır külü qalacaq, bilmirəm nə olacaq, olanın xatirədir. Elgün Quliyev Şamaxı rayonundan adam olub. Şuşa döyüşünün qəhrəman şəhidlərindəndir. Elgün bu şəkli çəkdirəndə hələ çox balacaydı. Bəlkə də təkcə oyuncaqları haqqında düşünürdü. Nə həyatın sərt üzünü tanıyırdı, nə taleyin oyunlarından xəbərdar idi. Heç özü də bilmirdi ki, niyə əskər salamı verir. Hardan biləydi ki, bir gün anası əskər salamı verəcək. Bu şəkillərdə isə biraz xəyal qura bilirdi. Elgün bu şəkli çəkdirəndə artıq həyata hazır idi. Yolun izini müəyyən eləmişdi. Sonra bu şəkli çəkdirdi və ana, yol gəlmisən, yorulmusan dedi. Elgün Quliyev ömrünü şəkillərə köçürürdü. Amma bilmirdi ki, onlardan biri məzar daşına vurulacaq. Mikail Həmidli Masallıdan anadan olub. Ağdərə rayonunun Papravənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. Ana olanlar yaxşı bilirlər ki, analar üçün iş də, eşq də övladıdır. Sən bax beləcə onun üçün oynayırsan. O mahnının belə bu an onun üçün yazıldığını düşünürsən. Sanki bu zalda bir o var, bir də sən. Bu an bütün dünya da sənindir. Bugün şəkillərdən boylanan Mikail Həmidli tariximizin qəhrəmanlıq səhifəsində adı qəlblərdə heykəli olan qəhrəman oğullarımızdandır. Onlardan bizə qalan böyük bir qələbə və şəkillərlə şəkil çəkdirən analardır. Millətimiz haqq yolcusu, haqqınızı dönən deyil, bayrağımız üstəyin. Rəşad Mirzəli Tərtər rayonunda anadan olub. Su qovuşan döyüşləri zamanı şəhid olub. Qoy burada şəkillər danışsın, mən danışmayayım. Əskər, vətən əmanəti, yurd əmanəti. Əskər, ocaq əmanəti, od əmanəti. Əskər, vətən əmanəti, yurd əmanəti. Əskər, ocaq əmanəti, od əmanəti. Yağış yağır. Yağışın altında gecək. Quru zəhri altında. Qəşəkdir, yaxşıdır. Ləzzətliyiz. Raqib Orucov Ağdam rayonunda anadan olub. Məşhur aprel döyüşlərinin qəhrəman şəhididir. Nədənsə mənə elə gəlir ki, xalqımızın igid oğlu Raqib Orucov elə uşaqlıqdan bu geyimdə olub. Elə uşaqlıqdan vuruşub. Evdə də, işdə də, döyüş meydanında da elə belə geyinib. O, sanki qəhrəman olmaq üçün doğulubmuş. Murov qartalı olmaq üçün doğulubmuş. Onu həmişə eyni qətiyyətin, eyni məğrurluğun simvolu kimi təsəvvür edirəm. Raqib Orucovun vətənə olan sevgisi, sevinci olan sevgisinə qalib gəldi. O bizə nə sevinclər qoyub getdi. Bizim vəzifəmiz şəhidlərin əmanətlərini qorumaq, birlik və bərabərliyimizi gücləndirmək, vətənə sahib çıxmaqdır. Allah şəhidlərimizə rəhmət eləsin, şəhid ailələrinə səbr, mətanət, qazilərə can sağlığı versin.